Herkesi 2026'nın ilk videosuna salamlayıram. En azından benim ilk videomdu. İlk videom değil aslında, bu ikinci videomdu. Anyway, bugünün mövzusu manifestingdir. Bugün sizə manifestin nə olduğunu deyil də, oxuduqlarım və dinlədiklərim qədərilə necə düzgün manifest etməli olduğunuzu izah edəcəm. Manifest nəsə istəməkdən çox istədiyimizə layiq kimi bununla əlaqəlidir məncə. Ən azından biz layiq olduğumuzu düşünürükmü? Bu çox vacib məqamlardan biridir. Bəzən sən bir şey istəyirsən, lakin bu gerçəkləşmir. Çünki dərinliklərdə bir yerdə inanmırsan ki, sən buna layiqsən. Ya da ən azından bu istədiyin bir şeyə layiq olduğunu düşünmürsən. Bu səbəbdən də bu gerçəkləşmir. Ya da çox əksi gerçəkləşir. Bu isə negativ manifestingdir. Necə ki, bir şeylərin negativ və pozitiv manifest olmaqda iki yerə ayrılır. Negativ manifest necə olur? Özünə dəyər, özünə inam aşağı olduqda yaranır. Əvvəldə qeyd elədiyim kimi, bir şey istəyirsən, lakin dərinliklərdə inanmırsan ki, sən buna layiqsən, sən bunu edə bilərsən və yaxud da bu sənin ola bilər və buna görə də gerçəkləşmir. Digəri isə daha çox bu səbəbdən ola bilər ki, sən günə pis başlamısan və hər şey tərs getməyə başlayır. Çünki hətta heç bəlkə özün də bilmirsən pis başlamısan, lakin bir şey yolunda getmir. Sonra başlayırsan düşünmək ki, hər şey, yəni gün içində heç bir şey yolunda getməyəcək. Və yaxud da ətrafdan kimsə, hansı ki sosial təsir, ətrafdan kimsə sizə deyir ki, deyirsən bugün sol tərəfdən oyanmısan. Ümid edirəm ki, bu sol tərəf idi, sağ tərəf deyildi. Yəni pis tərəfindən oyanmısan qısacası. Və siz onu düşünməyə başlayırsınız ki, okey, bu olmuyor, bu tərs getdi və qarşı tərəfdə orada inanan bir nəfər var və that's all. Bu belə olacaq. Xeyr, təbii ki də bu belə deyil. Çünki sən özünü buna inandırmısan ki, bu belə olacaq. Özünə inamı, özünə dəyəri hər kəs fərqli şəkildə məncə artıra bilər. Aşağı özünə inam və aşağı özünə dəyər varsa. Mən psixoloq deyiləm, amma bir çox metodlar var məncə. Yəni məndə məsələn özümə inam aşağı olduqda mən nələr qazandığımı, öz başıma nələr etdiyimi xatırlayıram həmişə və bu mənə güc verir və bu mənə yenidən özünə inam, yenidən ümidlənməyi, yenidən özümü sevməyi öyrədir ki, mən bunları bacarmışam və mən hər şeyi edə bilərəm. Yəni bu situasiyadan çıxmışamsa, hər situasiyadan çıxaram kimi. Məncə hamı bunu edə bilər. Yəni bu da bir yoldur. Hər kəsin fərqli psixologiyası var, hər kəsin fərqli düşüncə tərzi var. Mənimki belədir. Manifest edərkən ən vacib məqamlardan biri istədiyinin imkansız olduğuna inanmamaqdır. Yəni sən inanma ki, bu imkansızdır. Hər zaman hər şeyin mümkün olduğuna inanmaq lazımdır məncə. İlk olaraq nə istədiyimizə qərar verməliyik. Yəni və yaxud nə istəyirəm, niyə istəyirəm və həqiqətən istəyirəmmi? Bu çox vacibdir. Bəzən nə dediyimizə diqqət etməliyik məncə. Çünki bəzən yəni istəmədən bir şey deyirik və voila, bu gerçəkləşir. Yəni bəzənsə istəyərək deyirik, bu da gerçəkləşir. Ümid edirəm hər kəs istəyərək nələrsə deyər. Bu necədir? Məsələn, nə istəyirəm, niyə istəyirəm, həqiqətən istəyirəmmi? Məsələn, mənim özümdə də olur, kimsə evlənir və yaxud o gəlin paltarını, o mərasimləri, o photoshopları və hər şeyi görürsən və deyirsən ki, kəşki mən də evlənərdim və s. Amma həqiqətən sən evlənmək istəyirsənmi? Budur və bəzən bu şey olur, voila, gerçəkləşir. Amma məsələ budur ki, sən həqiqətən istəyirsənmi? Yəni nəsə
manifest edirik, bilməliyik ki, atdığımız ən kiçik addımlar belə hər şeyi dəyişdirə bilər. Məsələn, bir dil öyrənmək istəyirsən və deyirsən ki, kəşki mən bu dili danışardım və kəşki bu dili bilərdim, çox yaxşı bilərdim və s. Amma bəzən bu artıq səndən asılı olan bir şeydir. Sən addım atmalısan. Yəni mən belə düşünürəm ən azından. Mən oturduğum yerdən yapon dilini öyrənə bilmərəm. Bu artıq möcüzəvi bir şey olar. Mən artıq bunu hərəkətə tökməliyəm bir şəkildə. Yəni hərəkət etməliyəm. Araşdırmalıyam, öyrənməyə başlamalıyam, addım-addım, yəni kiçik addımlar atmalıyam istədiyim üçün. Nəsə istəyirəmsə, bunu əldə etmək istəyirəmsə. İnanmaqdır. Təbii ki, inanmaq, güvənmək, olacağına, nəyi istədiyimizə inanmalı və güvənməliyik. Mənim yaşadığım bəzi situasiyalardan danışmaq istəyirəm ki, bu bəzən bunu inanaraq etmişəm bəlkə də, inanaraq istəmişəm də, inanaraq manifest etməmişəm, amma istəmişəm, yəni. Yəni sırf manifest olsun deyə etməmişəm, sadəcə istəmişəm. Çox vaxt olub ki, məsələn, bir yemək olsun adi, bunu yemək istəmişəm və həmin gün içində necəsə mən o yeməyi yemişəm. Halbuki heç bir planım olmayıb. Və yaxud da çox çıxıb qarşıma istədiyim bir şey olub, özüm almamışam, amma başqası tərəfindən mənə hədiyyə gəlib. Bu, yəni istəməklə əlaqəlidir məncə. İnanaraq istəmişəm çünki. Sırf manifest etməmişəm, amma bu da bir məncə misaldır. Mənim qapanış videolarım heç vaxt yaxşı olmuyor. Neysə, belə yeyəcəm.